Başladık. Bahariye. Sen an. Bak geçkenler bir geldi. Tez get, tez get, tez get. Bahariye. Dedikçe üstüne yazın. Başladık. İzahını bir verək. Ben beyt. Çünkü tezse izahını istəyir. Qış getdi, yenə bahar geldi. Gül bitti ve laləzar geldi. Yani məlum mesela bu asan beytdir. Qış getdi, bahar geldi. Gül bitti, laləzar hara deyirik? Güllü, çiçekli, güllerin bittiği yer. Her taraf gül çiçek. Yazın gəlişiyle her taraf gül çiçeği oldu. İzahı budur. Quşlar qamusu o hamısı, bəli, əvəzliyin əvvəlki versəsidir. Quşlar qamusu fəqanə düşdü, eşq odu yenə bu canə düşdü. Yəni quşlar baharın gəlişi ilə, quşlar da başladı fəqan eləməyə, fəqana düşməyə. Eşq odu adətən bahar fəslində deyirik, qanqaniyan vaxtı. Eşq odu yenə bu canə. İnsan çox deyir bahar fəslində sevilir. Eşq odu cana düşdü. Bu da asan beytdir. İnsanlar sevib sevilməyə başladılar. Yer qeydi qəbayı Xızır puşan, cümlə dilə gəldi ləb xamuşan. Xızır puşan bu libas paltar deməkdir. Yer nə geyindi deyir? Yer yaşıl paltarını geyindi. Yəni yamyaşıl oldu hər yer. Yaşıl libasını, paltarını geyindi. Bütün susmuşlar, ləb xamuşan susmuş deməkdir, susmuş. Bütün susmuşlar dilə gəldi. Yəni baharda deyir lal da danışır. Bax belə bir ifadə var burada. Bəli, susmuşlar belə dilə gəlməyə başladılar. Hər yer yamyaşıl paltarını da geyindi. Sərvin yenə tutdu damənin su, sərv üstə oxudu faxtə gü. Quşun səsini təqlid edib şair oxumağını. Sərv ağacının ətəyi su ilə doldu. Adətən yaz gələndə qar əriyir, çay daşır, su bol olur axı hər yerdə. Sərv ağacının deyir ətəyi su ilə, yəni dibi su ilə gölləməyə, dolmağa başladı. Burada faxtə quşun adıdır. Dayan görün. Bircə dəqiqə. Hə. Faxtə bilirsiniz nə quşudur? Üstünə yazın göyərçin. Göyərçin deyir başladı sərv ağacının üstündə deyir oxumağa. Göyərçinin səsini verib, təqlid edib. Göncə dəhani çəməndə xəndan, gülməkdən ənar açıldı dəndən. Burada nə demək istəyir? Deyir, gül tumurcuğunun, o tumurcuqların açılmağı. Birinci misra nə deyir? Bütün tumurcuqlar açıldı, ağzını açdı. Belə deyək də. Sonra o nar ki belə paralanır, ha belə parçalanır. Onun parçalanmanı nəyə bənzər? Nar deyir, elə bir ki gülür. İnsan güləndə dişləri necə görükür? O şəkildə narın o belə parçalanmağını sanki deyir, gülməkdən deyir, nar parçalandı, dişləri görükdü. Bax belə bir bənzətmə var orada. Gülməkdən ənar nardır. Ənar. Sonra Gönçə dəhani çəməndə xəndan, tumurcuq, dəhən, gönçə açılmamış gül deməkdir da, hələ açılmamış. Belə tərcümə edeyim. Gül tumurcuğunun ağzı çəməndə açıldı. Gül tumurcuğunun ağzı hərfi tərcümə belə gedir. Hə, biz tumurcuğun ağzı açıldı demir də. Yəni deməkdir, bütün tumurcuqlar açıldı, nar da partlamağa başladı. İsmail Əyləş yerində. Sonra bülbül oxudu süfat-ı hicran, dəryada dür oldu əbri nesan. Bülbül deyir başladı ayrılıq manasını oxumağa. Hicran nə deməkdir? Ayrılıq deməkdir. Ayrılıq manasını oxumağa başladı deyir. Əbr nesan orada aprel yağışı deməkdir. Əbr nesan aprel yağışı. Aprel yağışı deyir dəryalarda deyir. O yağışı bilirsiniz nəyə bənzədir? Suyun üzərinə yağış yağanda belə damcı düşdükcə sanki muncuqlar, bir incilər səpələnir. Aprel yağışı dəryaya inci kimi səpələndi. Sonra yəni aramsız yağan aprel yağışı dəryaya inci kimi, muncuq kimi səpələndi. Durna uçuban havaya düşdü, laçın aluban ovaya düşdü. Durna uçub havaya, yəni durna deyir havada qanad açmağa başladı, uçmağa başladı. Laçın da deyir ovaya düşdü. Ova burada nə mənadadır? Bir dəqiqə, laçın quş adıdır, oluban ovaya düşdü. Ova yəqin ki yuvası olar, onu dəqiqləşdirərəm, dəqiq izahdan baxaram. Mən keçən yazdırmışdım, ova sözü. Məskən yuva mənasındadır. Bir dənə onu dəqiqləşdir. Bir bütün izahını vermişdim. Ona görə keçən də yadımda nə qalıb deyirəm.
Laçın da öz yuvasına, obasına düşdü. Alma ağacı, lap dəqiqləşdirərəm onu videonun sonunda. Alma ağacı dibində sayə, tən eylərindən idi buludda ayə. Bu nə deməkdir? Alma ağacının dibindəki deyir, kölgə, sayə, bu dəhnamədə də var idi. Kölgə, sərv ağacın sayəsində deyir, aşıq yatdı, yuxu gördü. Sayə, kölgə deməkdir. Alma ağacının dibindəki deyir, kölgə, özünü buluddakı o aya deyir, tən etdi, bərabər tutdu. Onunla bir idi. Alma ağacının kölgəsi özünü deyir, göydəki deyir, o buluda, aya tən tutdu özünü. Tən yəni bərabər tutdu. Sonra yaşın yerə tökdü əbri Neysan, yenə aprel yağışı, bülbüllər oxudu səd həzəran. Yaşın aprel yağışı deyir, yenə yağmağa başladı, bülbül yüz minlərlə mahnı oxumağa başladı. O aprel yağışından coşa gəldilər, bülbüllər mahnı oxumağa başladı. Mey bəslədi jalə hər vərəqdə, turac xitab oxur təbəkdə. Burada bu elə bir ki, məcazi məna jalə şeyh deməkdir, hərfi tərcümə desək. Orada belə deyim də, mey bəslədi jalə hər vərəqdə. Qoy sizə bunu, burada hərfi mənada tərcümə eləyəndə bu məcazi mənalı beytdir, tam aydın olmayacaq sizə. Elə bir belədir də. Elə bir o bitkilərin üzərinə, ağacların üzərinə düşən o şeh var, jalə. Bilirsiniz jalədir. Axşam yağış yağından sonra su damcıları qalır, belə-belə. Sanki deyir, onu deyir, çəmən şərab kimi içdi, şərab kimi içdi. Mey deyir orada. Şərab kimi içdi deyir. Turac ağacının budağında deyir, turac ağacın budağında deyir, mahnı oxumağa başladı. Sanki deyir, o damcılardan, o jalələrdən mey kimi içir, bəli, xoşhal olub, turac da ağacda öz mahnılarını oxumağa başladı. Qum qum edirdi ağaçda qumri, qumri quş adıdır. O da göyərçinin bir növüdür. Qumri quş adıdır, göyərçinin bir növüdür. Qum qum edirdi ağaçda qumri, məst oldu bənövşə, içdi xəmri. Burada deyir o göyərçin, dediyim kimi o qumru quşu bir növü olan deyir, oxumağa başladı. Onun mahnısından da deyir, bənövşə deyir, sanki deyir şərab içib məst olmuş kimi. Yəni o qədər feyziyab olub ki, qumrunun səsindən şərab içib məst olurmuş kimi. Yəni eyni təəssüratı ona bağışlayır. Xoşhal olur da bülbülün musiqisindən. Bənövşə məst olur. Bənövşə, hə. Bənövşə deyir, o elə bir ki, sanki o bülbülün mahnısına qulaq asanda şərab içib məst olan kimi feyziyab olur. Şax üstə qabaqlar aslı hali, qu gərdənindən verir misali. O ağac budaqlarından asılmış quşunun boynundan xəbər verir. Quşunun boynuna oxşuyur. Elə bir ki, ağac budaqlarından asılmış qabaq var, balqabaq. Qabaqlar, balqabaqlar. O ağaçdan asılmış balqabaqları nəyə bənzədir? Quşunun boynuna. Quşunun boynuna belə bir gərdən boyun deməkdir. Gərdən. Quşu deməkdir. Mən belə deyim də. Şax üstə qabaqlar asli hali. Hali yəni o misali. Ağaçdan asılmış qabaqları quşunun boynuna oxşadıb, bənzədir. Bax, belə bir bənzətmə var. Bilmən nə dərəcədə uğurlu alınıb. Quş beççələri ün yuvadan, məktəb ünü tək gəlir havadan. Quş beççələri quş balaları. Quş balaları deməkdir, hələ tam yəni, uça bilmir. Onun səsini nəyə bənzədir? Məktəbdən gələn uşaqların səsinə. Məktəbdən ki, uşaqların səs-küy, hay-küy gəlir. Eyni quşların o yuvadan çıxardığı səsi məktəbdən gələn şagirdlərin, uşaqların səsinə bənzədir. Boyandı zəmin həzar rəngə, övraq-ı şəcər də təngə-təngə. Yazın gəlişi ilə yer min rəngə boyanır, deyir. Ağaçların yarpaqları da pul kimi. Hər tərəf min rəngə boyandı, ağac yarpaqlamağa başladı. O yarpaqları da nəyə bənzədir? Pula bənzədir. Nilufər gül adıdır, yəqin ki, bilərsiniz. Nilufər açıldı, suya girdi. Nilufər bitkisi bilirsiniz ki, suda yetişir. Suyun üzərində yetişir, yekə belə ağ rəng. Suzanbağı da deyirlər səhvlənməmişəm. Suzanbağı da, hə, nilufərdir, bax o. Nilufər açıldı, suya girdi. Pirahənini başına bürdü. O suya girdi, deyir, suzanbağı deyir, açılmağa başladı. Köynəyini, elə bir onun açılmağını, köynəyini başına bürüdü. Pirahənini başına bürüdü. Pirahən köynək deməkdir, hərfi tərcüməsi. Köynəyini başına bürüdü, suya girdi və orada açmağa başladı. Çınar əlini çürəksə açdı, gül xurda zərin
şəbaşə saçdı. Burada Çınarı nəyə bənzədir? Çınar da elə bir əl qolunu açıb rəqs edən insana bənzədir bunu. Sanki əlini qolunu açıb deyir, rəqs edir Çınar. Sonra nə dedi? Gül xurda zərin şəbaşə saçdı. Gül incə, elə bir ki, şəbaş burada şabaş mənasındadır. Şəbaş. Adətən rəqs eləyəndə, çalğıçılar çalanda, rəqs eləyəndə ki, oynayanın başında şabaş səpirləri belə. Bax, o tökülən o şeylər də şabaşa bənzədir. O tökülən o gülləri də, çiçəkləri də. Elə bir Çınar rəqs edir, o tökülən güllər də, çiçəklər də. Rəqs edən Çınarın başına şabaş kimi tökülür, pul tökülən kimi. Belə bir bənzətmə var. 100 dürlü qəba geyib çəməndə, ağ donunu geydi Yasəmənlər. Çəmənlər deyir, 100 cür libas geydi. Bunu siz nəyə görürdür? Çəmənlərdə rəngbərəng çiçəklər açmalı, rəngarəng çiçəklər. Kənardan baxanda elə görür ki, çəmənlər 100 rəng libas paltar geyinib. Yasəmənlər də ağ donunu geyinib. Yasəmən bilirsiniz, ağ rəngdə də var, bənövşəyi rəngdə də var. Burada ağ yasəməndir. Demədim onu. Hə, birinə buraxmışam, heç demez deyərəm. Çəmənlər deyir, 100 cür libas geyinib. Yasəmən də öz ağ donunu geyinib. Ağ rəngə boyanıb. Bunu qaçırmışam. Çaylar bulandı, yıxdı arxın. Bağlar ağacı göyərtdi şaxın. Çaylar deyir, axı bilirsiniz uşaqlar, yaz fəslində ki, o qışda olan qar, buz əriyir ki, axır gəlir. O da adətən palçıqlı gəlir, axı dağdan gələn palçıqlı. Bu da yazda çaylar adətən ona görə bulanlıq olur, bulanlıq. İndi deyir, çaylar deyir, bulanlıq arxını yıxdı. Arxını, burada nə mənadadır? Belə deyim də, arxlar da daşmağa başladı. Çaylarda, bulanlıq çaylarda daşmağa başladı. Sanki deyir, o məcrasından daşır çıxır. O anlamda. Aşıb daşmağa başladı hamısı. Sonra bağda ağaçların budaqları deyir, göyərməyə başladı. Məlum məsələdir. Su boldusa, yaşıllıq da boldu. Hər şey göyərməyə, yaşıllaşmağa başladı. Sonra nə qaldı demədim? Sirab-ı gülün yüzündə abi, Nərgiz oturur gözündə xabi. Gülün üzündə su var. Birinci misrada bunu deyir. Sirab su deməkdir. Başlayın, ab su deməkdir. Ab. Gülün üzündə deyir, su var. Nərgiz də gözündə yuxulu deyir. Nərgizi təzə baş qaldırır axı koldan, təzə oyanır axı. Nərgizin o oyanmağını barda oymanır. Sanki insan yuxudan qalxır, yuxulu gözünü oxalırdırır. Onu kimi, yəni yuxulu şəkildə Nərgiz yuxudan qalxır. Sonra burada bir metafor var. Nərgizin yuxudan qalxmağını, oturmağı, yuxulu qalxmağı. Sərv etdi çəməndə sərfərazi, gül cilvələnir başında nazi. Sərv deyir, sərv ağacı bilirsiniz ki, həmişə dimdik, başı uca, adətən gözəli bənzədirlər. Klassik ədəbiyyatda gözəli iki şeyə bənzədirlər, belə dimdik durmağına görə. Bir, əlif. Əlif bilirsiniz ki, ərəb hərfinin ilk hərfidir də, bizdə A hərfi. Əlifba da bu sözdən götürür də, əlif, beyn, əlifba. Bir əlifə bənzədirlər, bir də sərv ağacı. Sərv ağacı. Dik, hündür, dümdüz qamətinə görə. İndi burada da həmin şeydir. Deyir ki, sərv çəməndə deyir, başı uca dimdik dayanıb, gül də deyir, nazlanır. Hərəsi ölçündədir. Sərvin işi dimdik düz dayanmaqdır, gülün də işi nazlanmaqdır. Gül də nazlanır. Nazlanmağındadır deyir öz üçün. Çıxmış budaq üstə əndəlib, bunu bayaq izah elədim. Çıxmış budaq üstə əndəlibi, mənbərdə oxur çəmən xətibi. Bülbülün ağaçda oxumağını minbərdə xütbə oxuyan möminə bənzədir. Necə ki, nümunə də gətirdim. Dedim, Hacı Şahin həmişə o kürsüdə xütbə necə oxurdu, hamı onu dinlirdi. Eyni o şəkildə. Bülbülün mahnı oxumağını minbərdə xütbəyə bənzədir. Lalə oturur başında tacı, heç sərvətə yoxdur ehtiyacı. Lalə məlum məsələdir, başında bir tac oturub, heç bir sərvər burada başçı mənasındadır. Yəni özü lalənin ortasında olur belə, hər yeri qırmızı olur. Arxasında qara tac, ortasında da sarı. Onu taca bənzədir. Oturub başında tac, heç bir başçıya ehtiyacı yoxdur. Yəni özü şahdır, sultandır. Heç bir başçıya, sərvər başçı demək. Ehtiyacı yoxdur. Sümbül daramış saçın beşanə, beşanə daraqdır, daraq.
Sümbül daramış saçın beşanə, ənbər qoxusun qılır fəşanə. Sümbül deyir saçın deyir sanki deyir daraqla darıyıb, gözəl qoxusunu sanki deyir daraqla saçını daradıqca saçının qoxusu ətrafa yayılır, ətrafa bürüyür. Al ilə yaşıl geyindi bağlar. Al nə rəngdir? Qırmızı rəngdir. Amonim sözü özü bu. Al ilə yaşıl geyindi bağlar, ağ ləçəgi sərpə saldı dağlar. Bağlar deyir qırmızı, yaşıl rəngə boyandı. Dağlar isə ləçəyini başdan ayağa hər tərəfə səpdi. Dağlardakı o çiçəklərin ləçəkləri deyir, dağ hündür də bir söz yuxarıdan aşağı deyir, səpələdi bütün ləçəklərini. Gəldik nəyə? Durmuş çəmən üzrə sərv ayağı, qılmağa təmaşa solu sağı. Sərv ayağa qalxaraq ətrafına tamaşa eləyir. Sərv ağaca ətrafına tamaşa eləyir. Gəlin görün tamaşa eləyəndə nə görür? Ahu quzu doydurub uyutdu, oğurlanıb özü ota getdi. Burada gözəl dilbər yar quzunu deyir doydurub yatızdırdı, özü isə gizlin ota getdi. Bu nə mənada duyuldu şeydir, oğurlanıb özü ota getdi. Ota getdi, ot yığmağa mı getdi? Nə mənada işlənib deyə bilmərəm. Hərfi mənada bu şəkildə tərcümə olunur. Quzu, gözəl dilbər quzunu doyurub yatızdırdı, özü isə gizlin ota getdi. Durna uçub ün çəkib həvada, gedər ünü 40 ağac ziyadə. Durna uçaraq havada səs eləyir, səsi 40 ağaçdan daha artıq. Biz Azərbaycanda keçəndə demişdik, arxaik sözləri keçəndə ağac ölçü var. 40 ağac deyir, yəni məsafədə durna uçaraq havada səs edir, onun çıxardığı səs 40 ağac bütün ətrafa yayılır, məsafə, ölçü kimi görür. Yəni uzaqlara yayılır da bu anlamda. Bağrı qaraqanın qarardı bağrı, Şahbaz ona varanda doğru. Şahbaz Tərlandı, quş adı Tərlan. Tərlan deyir, ona doğru gələndə deyir, bağrı qaranın, burada qara quş. Quşların adını bax, qara quşun adını bağrı qara verib, Tərlanın adını Şahbaz dedi. Demək, Tərlan deyir, ona doğru gələndə deyir, bağrı qaranın, o qara quşun deyir. Ürəyi, qəlbi qaraldı, qorxudan. Elə bir Tərlan ovluyur da qara quşu. Hər şey günəşə qurutdu yaşin, Gövsi güzey açdı tər qumaşın. Gövsi güzey sən soruşmuşdun bayaq, elə göy quşaq. Hər şey günəşlə yaşını qurur. Yəni gün çıxdısa, bayaq deyirdi, hər tərəf şeyhdir, yaşdır, çaydır. Günəş çıxan kimi bunların hamısını qurudur. O yaş nə varsa hər şey qurudur. Və göy üzərində nə əmələ gəlir? Göy quşağı. Göy quşağı gözəlliyini ətrafa yayır. Döndü vətəninə cümlə quşlar, gəldi yuvasına qırıla quşlar. Məlum məsələn, bahar fəslində bütün quşlar, o köçəri quşlar öz vətəninə dönür, qayıdır. Qaran quşlar öz yuvalarına qayıdıb gəldilər. Bunu da tərcümə elədi bizə Səfalı Əlizadə. Təşəkkür eləyək hamımızın adına.